Birinci, savaş çox yeni bir mərhələyə qədəm qoyub. Mərhələ nədən ibarətdir? Artıq Rus-Ukrayna savaşı bir qolu da enerji savaşına çevrilir. Yəni iki ölkə bir-birinin enerji sistemin sıradan çıxartmaqla məşğuldur. Çünki biz bilirik ki, müharibənin ən aparıcı qollarından biri enerji sistemidir. İstəyir zavodların işləməyi, istəyir fabriklərin işləməyi, istəyir insanların komfort yaşayışı üçün bütün mənada enerjisiz bilirsiniz ki, çox çətindir. Və heç kimə sir deyil ki, Rusiya bir neçə müddətdir, yəni oktyabrın əvvəldən bu tərəfə Ukraynanın enerji sistemlərin, qaz durpaların, neft durpaların, neft bazaların, dəmir yolların, logistikasının, yarım stansiyaların müxtəlif Ceyran tipli pualardan və müxtəlif raketlərdən, hətta İskəndər, Xingəl tip raketlərdən atəşə tutur. Bugün bu Odessada da baş verir, başqa yerdə. Eyni müharibəni də Ukrayna aparır. Və artıq Ukrayna, bilirsiniz, siz qeyd etdiniz, bugün üçün Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatıdır ki, dünən gecə 113 dron hücumu olub, bunun 40-ı Krıma olub. Və siz qeyd etdiyiniz kimi Fedosiyada ən böyük neft zavoduna hücum olub. Hətta səhər-səhər, bugünkü səhər tarixdə bu Krıma 40 demək dronlardan başqa yenidən 13 dronla hücuma keçiblər. Bir sözlə artıq demək enerji və iflas müharibəsi gedir. Və kimin enerjisi, kim buradan daha çox dözümlü olsa, sözsüz ki, müharibənin talihində önəmli rol oynayacaq. Bu hara aparır? Sözsüz ki, bu getdikcə eskalasiya dərinləşir. Trumpın bütün cəhdlərinə baxmayaraq müharibə dayanmır. Bilirsiniz ki, Kala Kalas bu gün Ukraynaya gəlib. Avropa Komissiyasının xarici məsələ üzrə komissarı. Ukrayna orada söz verib ki, biz davam edəcəyik, biz sanksiyalarda davam edəcəyik, sizə də köməyə davam edəcəyik və biz sizinləyik. Eyni zamanda bu gəlişin əsas məqsədi odur ki, Amerika Birləşmiş Ştatlarına Trumpa da göstərsinlər və Amerika Birləşmiş Ştatları bugün üçün hələlik bir tərəf mövqedə dayanır. Yəni istəyir Ukraynaya bağlı, istəyir Rusiyaya bağlı. Düzdür, son dövrlər Trumpın ritorikası dəyişib, amma əməldə hələ bir dəyişiklik yoxdur. Bu ancaq ritorik dəyişiklikdir ki, tamaqaflar verə bilər, müxtəlif raketlər verə bilər, amma real həyatda hələ bunlar həyata keçirilmir. Rusiya tərəfi də dəfələrlə qeyd edib ki, Ukraynada çihli nüvə deyilən bir nüvə var. Ukraynada o var və bu tamaqaflara vurulub Rusiya ərazisinə ata bilər. Buna görə nəinki Putin, Büyük Medvedev də bununla bağlı bəyanat verib, Peskov da bununla bağlı bəyanatını verib ki, bu çox təhlükəli bir tendensiyadır. Amma Trump dünən axşam İsrailə uçanda, bilirsiniz ki, bugün İsraildə olub, indi Misirdə Şərm-el-Şeyxdədir, uçanda qeyd edib ki, biz danışmışıq, amma gözləyirəm Rusiya tərəfinin mövqeyi. Mən Putinlə bu haqda yenə danışacağım. Əgər Rusiya tərəfi danışıqlar stolunu davam etdirərsə, oturarsa, müharibənin dayandırılmasını istəyərsə, yəni bir müqaviliyə doğru gedərlərsə, biz tamaqafları verməyəcəyik. Amma yox, əgər razılaşmarsa, bu çox pis nəticələnə bilər, yəni tamaqafları verəcəyik. Mən hesab edirəm, bu da hələlik ritorikadır. Trump çox gözəl anlayır tamaqaf raketləri nədir. Bu, Amerika Birləşmiş Ştatlarının birbaşa müharibədə iştirakı olar. Bilirsiniz niyə? Tamaqaf raketləri xüsusi qurğulardan atılır. Yeraltı, demək, sualtı qayıqlardan, çox böyük dənizdən və böyük gəmilərdən və eyni zamanda xüsusi qurğular var. Və Ukraynada tamaqaf qurğularını, onun kompüter sistemini işlədən mütəxəssis yoxdur. Əgər tamaqaflar verilərsə, ya hansısa bir ölkənin, Baltik dəniz ölkələri və Qaradəniz ölkələrinin, NATO dövlətlərindən söhbət gedir, gəmilərindən və yaxud Ukraynanın özünü ata bilər, amma Amerika mütəxəssislərinin iştirakı ilə. Bu da Amerikanın birbaşa eskalasiyada və müharibədə iştirakı demək olar. Rusiya tərəfi də bunu deyib və hesab edirəm ki, bu Trumpın hələlik hədəsidir Rusiyaya qarşı. Hələlik belə ritorika ilə çıxır ki, hədə gəlir ki, haradasa bir razılığa gəlsinlər və bir də vaxt tutmaqda açığı deyim. Siz qeyd etdiniz ki, Ukrayna Rusiyanın neft bazalarını vurur, Rus yollarınkini vurur. Amma alınan xəbərlər də o ki, Rusiya cəhbə boyunda irəliləyir. O Krasnoarmeyski deyilən bir şəhər var, ən mühüm şəhərdir, demək, Donetskinin talihini əldə edən şəhərdir. Artıq onun ətrafları uğrunda döyüşlər gedir. Yəni şəhərə giriş uğrunda, Kupyanskini dediniz, Severski şəhər uğrunda döyüş gedir və s. Trump hardasa bir vaxt verib ki,
döyüş davam etsin və bu döyüşün davam etməsində hər hansı bir tərəf ümumi bir razılığa gəlsin, şərtləri qəbul etsin. Yəni mənim düşüncəm budur, Trump'ın atdığı addımlar budur. Təbii ki, Avropa Birliyi bunu qəbul etmək istəmir, çünki Avropa Birliyi oyundan kənarda qalır və Avropa Birliyi çalışır ki, eskalasiya davam etsin o vaxta qədər ki, Rusiya özü üstü arxasına otursun. Bax, söhbət burada iflas davasından gedir ki, kim kimi, söhbət Ukrayna, Rusiya yox. Rusiya, Avropa Birliyi hansı tərəfi iflasa uğradacaq və müharibədən çox zəifləmiş halda çıxacaq. Bax, bu müharibənin gələcək talihi budur. Rusiya müharibəni hələ dayandırmaq istəmir, şərtləri qəbul olunmur. Avropa maraqlı deyil, Ukrayna dayandırsın. Rusiyası bu gün necə razılığa gələ bilər ki, onların xüsusi əməliyyat adlandırdığı bu müharibə məqsədin hamısına çatılmıyor. Məqsədə çatılmamış, müharibəni necə bitirə bilər? Məqsədə çatılmıyor, müharibə bitərsə Rusiya xalqı qarşısında, dövləti qarşısında hesabat vermək lazımdır. Anlada bilirlərmi? Yəni, bəli. Bu nəticə ortalığa qoyulmalıdır ki, 4 ildir. Artıq Böyük Vətən müharibəsinin tarixinə çatıb. Böyük Vətən müharibəsi 4 ilə yaxın davam edib. Bilirsiniz. Yəni, mən SSR dövründə olan 45 olan müharibəni deyirəm. Faşizmimizdə qələbəni deyirəm. Artıq bu vaxtı ilə onu da keçir. Və bu müddətdə əgər Donetsk, Lugansk tam azad olunur, Donetsk tam azad olunmuyor, Xerson, Zaporojdə azad olunmayan yerlər var. Əgər hələ Zelenski hakimiyyətdədir, yəni hakimiyyət dəyişikliyi olmuyor, yəni bu Rusiyanın o xüsusi əməliyyat adı altında apardığı müharibədə bu şərtlər ki, qarşıya qoyulmuşdu, hər dəfə Rusiya deyir ki, biz istənilən variantda buna çatacağıq. İstəyir Zelenski razılaşsın, istəyir müharibə davam etməklə. Və bunlar olunmayana qədər bugün müharibəni aparan dövlət başçıları sözsüz ki, xalqa hesabat verməlidir ki, müharibə aparıldı və hansı məqsədə çatıldı. Ona görə də bu müharibəni Zelenski güzəştə ya getməyənə qədər, ya Rusiya məqsədlərinə çatmayana qədər dayandırmaq fikri yoxdur. Qaldı Rusiyanın müharibədə, bəli, itkilər çoxdur, bəli, iqtisadiyyatda da, amma bir şey nəzərə alaq ki, Rusiya artıq iqtisadiyyatın bu müharibə reisinə çevirir. Bunu dəfələrlə qərb dövlətləri də deyib, Rusiyanın özü də deyib. Yəni, immunitet yarada bilib. Bəli, istəyir sənayesi, iqtisadiyyatı müharibə dövründə hərbi rels deyirlər. Bax, o relsə keçirir. Günəl 3 smen deyirlər, 3 smen. Hərbi zavodlar işləyir. Hərbi zavodlar 3 smen işləyirsə, 3 smen işləyən insanlar oradan hələlik əmək haqqı alır. İqtisadiyyat hələlik ona uyğun davam edir, yaşayır. Və yaddan da çıxartmayaq ki, qərb dövlətlərindən əgər Ukraynaya kömək edirsə, Çin kimi böyük dövlətlərlə Rusiya müttəfiqliyi var. Yəni, Hindistanla müttəfiqliyi var, İranla müttəfiqliyi var. Hətta Şimali Koreya canlı qüvvə baxımından kömək edir. Ona görə bu tək Rusiya-Ukrayna müharibəsi deyil. Bu, dünyanın yenidən bölünməsi müharibəsidir ki, dünyanın qütbləşməsi müharibəsidir ki, bu müharibəni indiki halda dayandırsa, Rusiya dünyanın yenidən bölünməsində əsas aktor kimi çıxış edə bilməz. Rusiya dünyanın bölünməsində birbaşa iştirak etmək üçün mütləq qoyduğu məqsədlərə çatıb və Ukraynanı güzəştə məqbul etməlidir. Avropa stoldan kənarda qalmalıdır. Danışıqlar Amerika ilə, necə ki, Ruslar belə istəyirlər, Amerika ilə Rusiya arasında getməlidir ki, dünyanın yeni xəritəsi Amerika, Rusiya, Çin arasında bölünsün. Bütün bu şeylərin müqabilində o müharibəni heç kimin ağlına gəlməz ki, və Rusiya risk eləyib o müharibəni dayandıra bilməz. Çünki qarşıya qoyulan bütün planlar, alt-üst olmağı mən kənara qoyuram, o itkilərin cavabı və nəysə əvəz olunmağı məsələsi var ki, onu da heç nəylə əvəz etmək mümkün deyil.